Bax, üzünüzdə sizin nə xoşunuza gəlmir? Nədən narazısınız? Daha çox nəmləndirmək istəyirəm. Ha, dəri nəmləndirmək. Belə forma, yəni hər şey xoşuna Biraz dəyişir. ola bilər. Amma yəni burun, göz falan yəni istəmirəm. Botoksa hələ müraciət etmək istəmirəm. Dolabı da istəmirəm. Yəni siz nə görürsünüz, onu istəyirsiniz. Mən görürəm sizə, amma siz deyirsiniz istəmirəm, amma mən deyəcəm. Siz bu haqda maraqlanarsınız. Sizin nə? Yəni siz çənə istəyirsiniz, çənə ilə sizin probleminiz həll olmayacaq və çənə ilə siz dəyişimi hiss eləyə bilmərsiniz özünüzdə və sizin belə çənəyə deyim ki, belə ehtiyacınız var, ehtiyacınız yoxdur. Sizin ehtiyacınız olan bölgə gözaltı işıq dolğudur. Sizi çox yorğun göstərir, elə bir ki, belə narazı kimi göstərir, gözaltı dolğu eləməlisiniz. Sizə lazım olan, yəni botoksda istəmirsiniz, okey, amma yəni botoksa ehtiyacınız var. Bir də sizin dəridə nəmlənməyə, qidalanmağa, liftingli olmağına ehtiyacınız var. Bir dənə bu tərəfə belə də dönün, başa düşdüm, görün. Sizin çənəniz çox yaxşıdır. Niyə çənə istəyirsiniz, mən bilmirəm. Bu hissəniz yuxarıda da yəqin ki, görürsünüz, bu yanağınız. Burada asimetriyanız var, bəli. Burada hər şey aşağıdır, amma heç olmasa yanaqları eyni bərabərləşdirə bilərəm. Elə ki, onları istəmirəm. Həm evdə məsləhətləşirəm falan, amma yəni baxım etdirmək istəyirəm. 5 nöqtə və 7 nöqtə çıxıbdır. Yəni siz nə məsləhət bilsəz, hansı yaxşısı onu. Büdcəyə uyğundur. 155 manata da var, 250 manata da var. Hansı sizin büdcənizə uyğundursa, mən onu da sizin üzünüzə tətbiq edirəm. 7.250-dir. Mən orada 5 və 7 nöqtə eynidir. Bunlar ikisi də bio gedirlər. Sadəcə olaraq bir şprisdə 2 qramdır, o birisi şprisdə 3 qramdır. Və burada artıq valla 7 nöqtə deyilən, 5 nöqtə 6, kim nə istəyir onu. Əslində, yəni dünyada bu 5 nöqtə gedir. Bu belə olubdur, illər öncə də belə olubdur. Yəni mən bunu 5 nöqtə bilmişəm. Sadəcə olaraq orada artıq olanda götürürsən biraz artıqlaması ilə nöqtəni artırırsan olur 7. 7 nöqtə deyilən bir şey yoxdur. Aydındır. Yəni hansı məsləhət bilirsə olsun. Yəni qiymətin